Bismillahirrahmanirrahim. Selamun Aleyküm ve Rahmetullah. Akşamınız xeyir olsun aziz izleyiciler. Sizleri Xocalı soyqırımı faciəsi münasibətilə sizlərə başsağlığı diləyirəm. Allah Taala inşallah xalqımıza tövfiq nəsib eləsin ki, bu cinayətin arxasında olan hər kəsi cəzalandıra bilsin, öz haqlı cəzasını verə bilsin inşallah. Deməli, sual budur. İran niyə bu günə düşdü? Düşmən və onun mediası daimi şəkildə belə pompaj edir, belə təlqin edir, belə tiraj edir ki, İran zəifliyibdir, haqq cəbhəsi, müqavimət cəbhəsi zəifliyibdir. Həqiqət belədirmi? Diqqət edin, olan zahiri məsələlər bunu göstərir ki, həqiqətən də ortada ciddi problemlər var. Zahir belə bir şeyləri göstərir. Yəni, biz maddi baxışla baxsaq və zahiri hesablamalarla müşahidə edirik ki, məsələn, Fələstin belə bir vəziyyətə düşüb. Fələstin başçıları şəhid oldular. Seyyid Həsən Nəsrullah, Səfiyyəddin və sair Hizbullahın böyük şəxsiyyətləri şəhid oldular. Yəni, Seyyid Həsənin biz qanını nə ilə ölçə bilərik? Dünyaya dəyişiləsi bir şey deyil bunun qanı. İrana hücum oldu, təhdidlər davam edir, Suriya çöktü, Venezuelanın prezidenti Fələstin tərəfdarı idi, İran tərəfdarı idi, onu oğurlayıb apardılar. Quldur başçıları, qanqəstərlər, korsanlar, haqq ədalətdən danışıb, insan hüquqlarından danışıb, gecəliklə yatdığı yerdən prezident oğurlayıb aparan bu quldur başları prezident oğurlayıb apardılar. Amerika istədiyini eləyir. İranda daxili ixtişaşlar baş verdi. Müəyyən problemlər, baskılar, hey müharibə təbili çalınır. Bunlar hamısı göstərir ki, bunlar hamısı İranın və haqq cəbhəsinin əleyhinə olan işlərdir. Zahirdə biz görürük ki, İran pis vəziyyətə düşüb. Amma bunlar hamısı bir zahiri görsənən məsələlərdir. Amma bu məsələnin arxasında biz nələrsə müşahidə edə bilərikmi? Yoxsa biz sırf zahiri tutmalıyıq və deməliyik ki, elə məsələ elə budur və bununla da bütün məsələlər hamısı aradan gedibdir. Əgər bu cürünə baxsaq, biz İslamın əvvəl dövründə Peyğəmbərin qələbə çala bilməyini gərək müşahidə etməzdik. Amma biz gördük ki, Peyğəmbər qələbə çaldı. Biz eləyə bilmərik ki, sadəcə zahirə baxaq. Məsələn, rəhbər buyurur ki, işlərdə bütün hesab kitablarınızı edin, bütün hesabatların hamısını qoyun gözünüzün önünə, proqramlaşdırın, hər bir şeyi yerli yerində qərar verin, amma bir dənə ilahi hesab kitab üçündə bir yer saxlayın. Bu çox gözəl sözdür. Niyə? Çünki biz kommunist deyilik ki, biz gələk deyək ki, bir şey ki, görürüksə deməli var. Görünməyən o qədər şeylər var ki, insanın dadına çatır. Quran ayəsi də buyurur ki, biz sizi görmədiyiniz neçə min mələklə biz sizə nüsrət verdik, biz sizə kömək etdik. İran niyə bu günə düşdü? Yəni, bu sadaladıqlarımız məsələlər göstərir ki, baş verənlər mənfi hadisələrdir. Amma əzizlər, cavabı budur ki, müharibənin təbii gedişatı belədir. Yəni, bir müharibə varsa, orada ölüm, itim, yaralı, didərgin düşmək və s. bu kimi məsələlər olmalıdır. Var da, biz Seyyid Həsənləri itirdik, biz böyük bədəllər ödədik, amma bununla iş məgər bitir. Bununla iş bitmir. Əgər biz Allahın hesab kitabını da nəzərə alsaq və bu hesab kitabda öz niyyətimizi xalisləşdirsək və fəaliyyətimizi artırsaq, mütləq şəkildə biz qələbə çalacaq. Düşmən 47 il ərzində hər işə əl atıb, hər nə hoqqadan çıxıbdır, amma İran İslam Respublikası dimdik ayaq üstə dayanıbdır və öz qüdrətindən zərrə qədər də geri çəkilməyibdir. Və onların hesabatları həmişə səhv çıxıbdır, yanlış çıxıbdır. Bu qədər içkilərlə yanaşı gəlin əldə olunan bəzi məsələlərə diqqət edək ki, bunlar çox mühümdür və göz qarşısında bunları nəzərə almalıyıq, bunları nəzərimizdə tutmalıyıq. Diqqət edin, İran haqq və müqavimət cəbhəsinin mərkəzi olaraq tanındı. Mühüm bir dənə gəlirdi, mühüm bir də ələ gələn qalibiyyətdir. Haqq və batil bir-birindən ayrıldı. Ciddi şəkildə ayrılmalar baş veribdi. 70 il səsini dünyaya duyura bilməyən Fələstin və Qəzza xalqı bu məsələlərdə, bu son hadisələrdə, bu axır 2 il, 2 il yarım məsələlərdə səsini bütün dünyaya çatdırdı. Bunlar kiçik məsələlər deyil.
Rəhbər buyurur ki, Fələstin məsələsi İslam ümmətinin üzünə fərəc qapılarının açılmasının sirli açarıdır. Bu sirli açardır. İslam ümməti fərəcə çatmalıdır. İnşallah zuhura çatmalıdır. Fələstin məsələsi dünyada ən mühüm məsələdir. Bunu rəhbər 2006-cı ildə aprelin 14-də buyurubdu Fələstin konferansında. Diqqət edin, məsələlər o qədər şəffaflaşıb ki, İngiltərənin mərkəzində təqribən bir ay bundan öncə böyük Fələstinə dəstək mitingi keçirildi. Amerikada şeytanpərəst konsertlərində İran bayrağına sitayiş etdilər. Dünyada tanınmış, dindar olmayan küfr əhli gəldi, İran bayrağını qaldırdı, ucaltdı. Dünyada çox böyük məsələlər baş verdi və baş verir. Dünyada ayrılıma gedibdi, fitrətlər açılıbdı. Bir dənə, görün bu səs nə qədər ucalıbdırsa, bir nəfər Amerikalı məşhur sosial şəbəkə istifadəçisi ki, milyonlarla baxışı var, tweetlərinə milyonlarla baxışı var, o öz videosunda belə xitab elədi. Ayətullah, rəhbərə xitabən deyir, Ayətullah, Amerikanı azad et. Bunlar fitrətin oyanmasıdır. Bu inşallah zuhur və fərəc üçün mühüm addımlardır. Sadəcə olaraq gedişatlar haqqın qələbəsini göstərir və biz burada amma baxmalıyıq ki, bizim buradakı rolumuz nədir? Ən mühüm məsələ budur. Biz əlimizdən gələni haqq cəbhəsi üçün, haqq üçün, bu mübarək nizam və quruluş üçün etməliyik və bu rəhbər buyurduğu kimi bütün peyğəmbərlərin və İmam Əlinin bayrağı olan İslam bayrağıdır ki, qalxıbdır İran bayrağı. Bunun üçün çalışmaq lazımdır. Mütləq şəkildə gedən proseslər bunu göstərir ki, haqq qalibiyyətə doğru hərəkətdədir və inşallah mühüm məsələlər İran daxilində hər nə məsələlər də baş versə, Allahın hövlə qüvvəsi ilə inşallah qələbəyə doğru gedirik. Qəti şəkildə bu yolda əzmimizi, iradəmizi, çalışmağımızı əldən verməməliyik və tam gücümüzlə əlimizdən hər nə iş gəlir, Allahın izni ilə o işləri görməliyik və naümidçiliyə heç bir yol vermədən Allahın izni ilə Seyyid Əli Xamenei Həzrətlərinin bayrağı altında iti surətlə inşallah qabağa getməliyik. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.